Necə bağışlayaq ərimin xəyanətini? Fatma deyir. Sən xəyanəti bağışlamasan, bu imtihandan keçmirsən. Başa düşürsənmi? Xəyanət bugünün işi deyil. Xəyanət peyğəmbərlərdən miras qalır. Başa düşürsənmi? Davud peyğəmbər öz cəngavərinin arvadına xəyanət edir. İkinci uşaq Süleyman ondan doğulur. Xəyanətdir də. İndi sən bunu bağışlamasan, elə bil qəlbində imanını ləkəli saxlayırsan. Çünki biz deyirik ki, Allah bağışlayandır. Səni elə yerdə bağışlamayacaq ki, yataqda yalvaracaqsan ki, mənə arzu deyil, həqiqəti qırdıq, izah edirəm. Ay Allah, mənə kömək elə, Allah da səni bağışlamayacaq. Çünki Allah deyir, mən bağışlayanım. Və sən də bu yolla sınağa çəkirəm və bu yolla cəzalandırıram. Amma bu xəyanət edən kişilər var, onların da cəzası var. Onların da cəzaları var. Onların da ömrü də gödək gələ bilir, böyrəkdən əziyyət çəkə bilir, başqa bir şeylərdən əziyyət çəkir. Bu da onların cəzası olur da. Onların da var cəzası.